Hər kəsə salam. Bugünkü mövzumuz present simple. İndiki sadə zaman. Gəlin baxaq əvvəl onun təsdiq forması necə düzəlir. Təsdiq formanı düzəltmək üçün biz I, you, we, they şəxs əvəzliklərindən sonra feilin birinci formasını əlavə edirik. Feilin birinci forması deyəndə, yəni biz feilə heç bir şəkildə artırmırıq. Sadəcə feilin özü olur. Məsələn, play, eat, like, love və s. Feilin birinci forması. Daha sonra she, he, it əvəzliklərinə isə feilin birinci forması və feilin birinci formasına biz s, es şəkilçisi artırırıq. Yəni bu onun tək olduğunu göstərir. Baxaq. I eat banana. Mən banan yeyirəm. You eat banana. We eat banana. They eat banana. Mübtədalarımız feilin birinci forması və obyekt. Baxaq. She eats banana. He eats banana. It eats banana. Buradaysa mübtədamız feilin birinci forması və feilin sonuna biz s şəkilçisini artırmışıq. Daha sonra obyekt. Bəs sual forması necə düzəlir? Sual forması isə do, does köməkçi feilləri ilə düzəlir. Baxaq. Do yaxud does plus mübtədalar və feilin birinci forması. Do I eat banana? Mən banan yeyirəm. Do you eat banana? Do we eat banana? Do they eat banana? Və gələk she-yə, he-yə və it. Necə olur? Burada isə does olduğu üçün biz feilə heç bir s şəkilçisi, s və yaxud es şəkilçisini artırmırıq. Çünki burada artıq s-i bizim köməkçi feillərimiz qəbul edib. Ona görə də biz əsas feilə s artırmırıq. Do she eat banana? Üzr istəyirəm. Does she eat banana? Does he eat banana? Does it eat banana? Bu qədər. Bəs inkar forması necə düzəlir? İnkar forması isə don't və doesn't ilə düzəlir. Gəlin baxaq. I, you, we, they plus don't plus feilin birinci forması. She, he, it plus doesn't plus feilin birinci forması. I don't eat banana. Mən banan yemirəm. You don't eat banana. We don't eat banana. They don't eat banana. Gəlirik buna. She doesn't eat banana. Gördünüz burada s-in üzərindən xətt çəkmişəm. Yəni s olmur. Nə burada, nə burada. He doesn't eat banana. It doesn't eat banana. Bu qədər sadə.